Salam əziz izləyicilər, bizim mövqe buraxılışının bu həftə üçün ilk buraxılışında xoş gördük hər birinizi. Studiyada aparıcınız mənəm, Züriyə Ruslan qızı. Ənənəmizə sadiq qalaraq elə bu dəfəki buraxılışımızda da siyasi gündəmə dair ən aktual mövzuların təhlili ilə qonaqlarımızla birgə qarşınızda olacaq və siz bizi canlı olaraq Uydu Pek və YouTube kanalları üzərindən izləmiş olacaqsınız. Siyasi gündəmin əsas istiqamətləri yenə də müharibələr, gərginliklər olaraq qalmaqdadır. Söhbət həm Rusiya-Ukrayna müharibəsindən, həm də yaxın şərqdəki gərginlikdən gedir. Birinci bölməmizdə Rusiya-Ukrayna cinahındakı vəziyyəti müzakirə edəcək. Hal-hazırda bu məsələnin yenidən gündəmə gəlməsində əsas səbəb isə Zelenskinin Amerika Birləşmiş Ştatlarının NBC kanalına verdiyi müsahibəsində hazırki təmas xətti üzrə danışıqlara və müharibənin dayandırılmasına, sülhün imzalanmasına hazırıq mesajını səsləndirməsi ilə bağlı olub. Ukrayna hazırdır, bəs Rusiyada bu sülhün imzalanmasına və yaxud da müharibənin dayandırılmasına razıdırmı, sülhə hazırdırmı? Suallarımız çoxdur. Birinci bölmədə siyasi ekspert Əli Orucovla müzakirə aparacaq. Qəribə axşamınız xeyir olsun, xoş gördük sizi. Axşamınız xeyir, xoş gördük. Əli bəy, necə dəyərləndirirsiniz Zelenskinin bu bəyanatını? Mən o bəyanatı da hətta olduğu kimi səsləndirmək istərdim. O bildirib ki, əgər biz münaqişəni dayandırmaq və diplomatik yolla təxirə salınmaz sülh danışıqlarına başlamaq istəyiriksə, hərbi qüvvələrin yerləşdiyi mövqelərdə dayanmalıyıq. Yəni, hazırki təmas xəttində. Nəyə görə Zelenski birdən-birə bu bəyanatı səsləndirdi? Bilirsiniz ki, Ukrayna daim Birləşmiş Ştatların təzyiqi altındaydı. Xüsusən də son dövrlər Trump Ukrayna ilə Rusiya arasında münasibətləri bir qədər aradakı o ziddiyyətləri, müharibənin dərinləşməsini yumşaltmaq üçün hər iki tərəfə təzyiqlərini artırırdı. Xüsusən də biz bunu Ukrayna üzərində daha çox hiss elədik. Xüsusən də son dövrlər bir müddət əvvəl hər iki dövlət rəhbərlərinin görüşündə də bunu hiss elədik və aydın oldu ki, Trump bundan sonra Ukraynanı silahlandırmaq istəmir və ona lazım olan vacib silahları, xüsusən də damağa qanatlı raketlərini vermək niyyətində deyil. Əksinə çalışır ki, təzyiq vasitəsilə Ukraynanı güzəştə məcbur etsin. Və bu da təbii ki, Ukraynada müəyyən siyasətində, baxışlarında korrektələr etmə məcburiyyətində qalıb. Amma məsələnin mən bir qədər fərqli tərəfini də demək istərdim. Görünür, Trump bununla manevr eləmək imkanlarını ortaya qoyur və çox yaxşı bilir ki, Rusiya bu şərtlərə də razı olmayacaq. Rusiyanın iddialarını biz daha böyük görürük. Rusiyanın ambisiyalarının daha geniş miqyasda olduğunu görürük və hər halda Trump'ın bu təzyiqlərinin qarşısını almaq üçün, bu təzyiqlərini neytrallaşdırmaq üçün ola bilsin bu taktikadan istifadə edir və əyani sürətli, praktik olaraq Trump'a inandırmağa çalışacaq ki, baxın, mən sizin təkliflərinizin hamısından razıyam, amma Kreml bu şərtlərin heç birinə də əməl etmədi. Əli bəy, elə tomahawk silahlarının verilməsi məsələsindən də danışmışkən, Trump'ın Amerika Birləşmiş Ştatlarının bu silahların Ukraynaya verilməsi ilə bağlı dəstəyində bir iki tirəliyin olduğunu da biz görə bildik. Öncə ciddi cəhdlə belə bir dəstəyin olacağını, Rusiyaya yönəlik ittihamları hətta səsləndirərək intensiv hansısa hərbi yöndə təbii ki, dəstəklərin veriləcəyini Trump bildirirdi. Ancaq qəfil Putinlə telefon danışığının ardınca müəyyən qədər bəyanatlarında ziddiyyətlərin də olduğunu biz görə bildik və həmin ziddiyyətlərin dərhal ardınca isə Zelenski bu fikirləri səsləndirmiş oldu. Ola bilərmi ki, müvafiq telefon danışığında Putin Trump'ı elə Zelenskinin bu mövqeyinə məcbur edib? Putin həmin raketlərin Ukraynaya verilməsi ilə bağlı şantaj xarakterli bəyanatı səsləndirmişdi və bunun müharibənin daha da pisləşəcəyinə, dərinləşəcəyinə və hətta Birləşmiş Ştatlarla Rusiya arasında münasibətlərin korlaşacağı barədə də fikirlər səsləndirmişdi. Mən düşünürəm ki, Trump Putinlə münasibətlərini korlamaq istəmir. Trump'ı daha çox ticari maraqlar, sərmayələr, Rusiyanın potensialına çıxış imkanları maraqlandırır. Bu baxımdan da onun üçün Ukraynanın bu müharibədən necə çıxacağı o qədər də önəmli deyil. Önəmlisi odur ki, müharibə dayansın, Trump əlverişli sövdələşməyə gedə bilsin. Məsələn, ona görə də bu müharibənin daha da şiddətlənməsinə, yəni Rusiyanın bu müharibədən məğlub çıxmasını da istəmir. Çünki burada onun başqa məqsədləri də var.
Mən düşünürəm ki, Ağ Evin məqsədlərindən biri də həmçinin Rusiyanı Çinlə öz arasında bir bufer rolu kimi, bufer zonası kimi də görmək hədəfləyirdi. Bu baxımdan da hesab edirəm ki, Trump daha çox müharibənin diplomatik yolla həllinə çalışır. Amma bunun nəyin bahasına, nəyin hesabına edəcəyi də ki, məlumdur. Ukraynanın müəyyən ərazilərin itirilməsini, güzəştə getməsini bu dəfələrlə tələb edib. Son görüşlərdə də, yəni Zelenski son görüşündə də bir daha bu mövzuda qayıdıldı və yenidən öz təşkili tələblərini irəli sürdü. Düşünürəm ki, amma burada Qərbin də maraqlarını biz diqqətə almalıyıq. Çünki Ukraynada ərazi itkisi təkcə sülhə yol açacaqmı və bu gələcəkdə Qərbin təhlükəsizlik arxitekturasına necə göstərəcək özünü və bu da ciddi suallar doğurur və təsadüfi deyil ki, məhz Ağ Evdə son görüşdən sonra Qərb dövlətləri, Ukraynanın Qərb müttəfiqləri ciddi təlaş keçirdilər və bununla da bağlı artıq diplomatik çabalar da var və çalışılır ki, Trump'ı bu yoldan çəkindirsinlər və onun Putinin verdiyi vədlərə, dediklərinə inandırmamağa çalışsınlar. Yəni bu birinci dəfə deyil. Trump'ın qeyri-stabil, standartdan kənar siyasəti baxışları əslində Putinin cürətlənməsinə və iddialarının daha da artmasına gətirib çıxaran bir hal oldu. Aydın Əli bəy, bir də məsələnin maraqlı bir tərəfi odur ki, Trump yaxın şərqdə də sülhün formalaşması cəhdlərini edirdi. Ən azından bu cür görünürdü kənardan. Ancaq bir fiyaskonun yaşadığını ən azından hazırda qarşıdurmanın yenə də davam etməsi timsalında və Qəzzanın blokada olması timsalında biz görə bilirik. Ola bilərmi ki, Rusiya-Ukrayna cinahında da məhz yaxın şərqdə fiyaskoya uğradığına görə tez tələsik bir sülhə nail olmaq istəyir? Trump'ın məqsədi bəli sülhə nail olmaq istəyir, amma vurguladığımız kimi o sülhə hansı formada nail olmaq istəyir və sual doğuran budur. Yəni əgər Ukraynanın maraqlarından kənar, Ukraynanın başının üzərindən belə bir sülhə nail olmaq istəyirsə və yaxud da Qərbin maraqlarını, Qərbin istəklərini və tələblərini nəzərə almadan belə bir sülhə nail olmaq istəyirsə bu mümkün olmayacaq. Bu dəfələrlə də özünü göstərdi. Bu vaxta qədər Kremllə müəyyən səviyyələrdə təmaslar oldu. Hətta avqustda bildiyimiz kimi Alyaskada hər iki prezidentin görüşləri oldu. Amma nə dəyişdi? Heç nə. Əksinə Rusiyanın şəhərləri bombalaması intensivləşdi. Rusiyanın təcavüzü intensivləşdi. Geniş cəbhə boyu apardığı o döyüş əməliyyatları intensivləşdi. Əksinə bu heç bir effekt vermədi. Mən düşünürəm ki, indi bəzən analitiklər hesab edirlər ki, qarşıda Macaristanda bu ayın sonunda hər iki dövlət başçıları görüşəcəklər. Burada hansısa bir uğur əldə olunacaq və mən açıq belə bir uğurun əldə olunacağına da inanmıram. Çünki faktiki sürətdə tərəflərin mövqeyi aydındır. Ukrayna ərazilərindən imtina eləmək niyyətində deyil. Qərb tərəfdarları da bunu təhlükə hesab edirlər və bunun da müharibənin və problemin çıxış yolu olduğunu görmürlər. Rusiyanın da mövqeyi aydındır. Ukraynanı özünün vasalına çevirmək istəyir və əldə etdiyi əraziləri də qaytarmaq istəmir. Yəni belə olan halda hansısa bir ciddi irəliləyişə ümid bağlamaq bir qədər absurd səslənir. Aydın Əli bəy, sizə minnətdarlığımızı bildiririk. Yeri gəlmişkən onu da deyək ki, Qəzza, məsələn Ukrayna Qəzza deyil. Burada Avropanın təhlükəsizliyindən söhbət gedir. Burada digər vacib məsələlər var. Yəni ona görə də bunlar ayrı-ayrı yanaşma tələb edir və Ukraynanın da hətta o Qəzza məsələsində baxmayaraq ki, bir qədər pafoslu belə də təkliflərlə çıxış elədi, sülhlə bağlı bir beynəlxalq konfrans da keçirdi, amma faktiki surətdə bugün Qəzzada silahlar yenə də işləyir, bombardımanlar var. Artıq İsrail o hərbi yardımlara da məhdudiyyət qoydu. Yəni bu təşəbbüsləri Trump tərəfdaşlarıyla birlikdə hər bir dövlətin, hər bir maraqlı gücün maraqlarına uyğun yanaşılmasa, tək başına Birləşmiş Ştatların mənafe kontekstindən çıxış etmək həlli mümkün görünmür. Aydın Əli bəy, minnətdarıq sizə. Təşəkkür edirik.